Salam mənim balalarım. Sizə bir nağıl danışacağam. Biri var idi, biri yox idi. Uzaq diyarlarda, yaşıl dağların ətəyində balaca bir kənd var idi. Bu kənddə insanlar mehriban yaşayardı. Səhər tezdən oyanar, axşamlar isə bir yerə yığışıb söhbət edərdilər. Bu kənddə bir də Cırtdan adlı balaca bir oğlan yaşayırdı. Onun boyu balacaydı, amma ürəyi böyük, ağlı isə çox iti idi. Cırtdan hər şeyi diqqətlə dinləyər, baxar, fikirləşərdi. Kənddə hamı onu sevərdi, amma bəziləri deyərdi, "Ay Cırtdan, kaş biraz böyük olaydın." Cırtdan isə gülümsəyib cavab verərdi. "Boy balaca ola bilər, amma ağıl böyüyə bilər." Bir gün kəndin yaxınlığındakı qara meşədən qorxulu bir xəbər gəldi. Deyirdilər ki, meşədə nəhəng bir div peyda olub. Div gecələr gürültü salır, ağacları sındırır, yolları bağlayırdı. Kəndin mal-qarası qorxudan meşəyə getmirdi. Kəndlilər yığışıb dedilər, "Belə olmaz, kimsə bu divlə danışmalıdır." Hamı sustu. Heç kim cəsarət etmirdi. Bu zaman Cırtdan irəli çıxdı. "Mən gedərəm." Hamı təəccübləndi. "Sən? Axı o div səndən 100 qat böyükdür." Cırtdan sakitcə dedi. "Böyük olmaq, qorxulu olmaq demək deyil." Cırtdan balaca çantasını götürdü. İçinə biraz çörək, bir parça pendir və bir neçə xırda daş qoydu. Sonra meşəyə doğru yola düşdü. Meşə qaranlıq idi. Quşlar susmuşdu. Külək ağacların arasında pıçıldayırdı. Birdən dərin bir səs eşidildi. "Kim gəlir?" Yer titrədi. Qarşıda nəhəng div göründü. Gözləri kömür kimi qara, səsi ildırım kimi gür idi. "Sən kimsən balaca?" deyə div güldü. Cırtdan qorxmadı. "Mən bu kəndin ağıllı oğluyam. Səninlə danışmağa gəlmişəm." Div yenə güldü. "Sənin kimi balaca biri mənimlə nə danışa bilər?" Cırtdan dedi. "Gəl yarışaq, hansımız daha güclüdür?" Div sinəsini qabardıb dedi. "Mən bir daşı əlimlə toza çevirərəm." Cırtdan cibindən pendir bükülmüş daşı çıxardı və sıxdı. Pendir əzilib axdı. "Gördün?" dedi. "Daşdan su çıxardım." Div daşı sıxdı, heç nə olmadı. Yenə sıxdı, yenə olmadı. Divin rəngi dəyişdi. "Bu necə ola bilər?" Cırtdan dedi. "İndi qaçış yarışı edək." Div güldü. "Səni bir addımda keçərəm." Cırtdan dedi. "Meşənin o biri başına qədər." Cırtdan dovşan cıvırı ilə qaçdı. Div isə böyük addımlarla qaçmaq istədi, amma tikanlara ilişdi, palçığa batdı, ağaclara dəyib yıxıldı. Bu vaxt Cırtdan artıq yolun yarısına çatmışdı. Div yorulub dayandı. "Dayan, bu yarış deyil." Cırtdan geri qayıdıb dedi. "Sən güclüsən, amma tələsirsən. Güc tək başına kifayət deyil." Div başını qaşıdı. "Bəs nə lazımdır?" "Ağıl," dedi Cırtdan. Div biraz fikirləşdi, sonra dedi. "Mən insanlara zərər vermək istəmirəm. Sadəcə təkəm." Cırtdan gülümsədi. "O zaman meşədə qal, amma kəndə toxunma. Biz də sənə yemək gətirək." Div razılaşdı. Qayıdış. Cırtdan kəndə qaydanda hamı sevindi. Uşaqlar qaçdı, böyüklər gülümsədi. "Necə bacardın?" deyə soruşdular. Cırtdan dedi. "Qorxunu ağıl məğlub etdi." O gündən sonra kənddə sülh oldu. Div meşədə sakit yaşadı. Cırtdan isə hər kəsə örnək oldu. Beləcə bizim nağılımız da burada sona yetdi. Yeni nağıllarda yenə görüşərik. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Növbəti nağılda görüşənədək.